Yol polisində işləyən bir dostum mənə deyir ki, "A Mehman, sən bu polisləri nə tər qorxutmusansa, Vilayət Eyvazov sənə görə iclas keçirib və bütün yol polis rəislərinə tapşırıb ki, rüşvəti alanda gizlin alın. Çünki sizi hər an çəkə bilərlər." Təsəvvür edirsiniz, Vilayət Eyvazov deyib ki, rüşvəti gizlincə alın. Çünki hər kəs çəkə bilər. Dostum bu sözü mənə deyəndə inanmamışdım. Amma səhər tezdən bir yol polis işçisini yenə rüşvət alarkən çəkmişik. Və həqiqətən də rüşvəti artıq gizlincə alırlar. Baxın, ay Vilayət Eyvazov, sənin gözlərin niyə doymur? Hə? Diqqətlə baxın, sürücü gedir maşınına və əlində ağ kağızı var. Oturur maşına, o ağ kağızın arasına pulu qoyur və qayıdır yol polis işçisinin yanına. Baxın, diqqətlə baxın. Və budur, və budur. Kağızın arasından yol polis işçisi pulu götürür və sağollaşırlar. Belə gördüyünüz kimi Vilayət Eyvazovun dilənçiləri yenə də iş başında.